Salam, hər vaxtınız xeyirli olsun. Hörmətli Mərkəzi Aran Regional Təşkilatının sədrləri və üzvlərimiz, hər birinizə, bütün izləyicilərimizə uzun ömürdən sağlıq arzu edirəm və bildirmək istəyirəm ki, mən hal-hazırda Yədili qəbirstanlığında da çəkilişdəyəm və bildirmək istəyirəm ki, Aran 1 və Aran 2 bələdiyyəsi tərəfindən bəzi açıqlamalar var ki, güya Yevlax rayon Aran 1 və Aran 2 qəsəbəsinə məxsus olan məzarlıqlarda abadlıq işi aparılıb. Hal-hazırda görürsünüz, heç bir abadlıq işi yoxdur. Zir, zibil burada dizləndi. Hər kəs görür bunu. Yəni, burada məqsəd nədir? Mən demək istəyirəm ki, tamamilə hamısı yalandır. Burada heç bir abadlıq işi aparılmayıb. Bax, buradan sizə göstərirəm ki, görün. Biləsiniz ki, burada heç bir abadlıq işi yoxdur. Bütün məzarlıqlar hamısı zir, zibil. Hətta bu ocaqdan belə qalamaq istəyirlər, burada alınmayıb. Gördüyünüz bu xəttin tuşundan düz o biri başda sadəcə Şor kanal adlanan yerin kənarı ilə bir telefon kabeli mi, Wi-Fi kabeli mi deyək, bilmirəm yəni. Nədirsə çəkilib, haradasa təxminən 800 metr, 1 kilometr məsafədir. Şor kanalın qırağı ilə qəbirstanlığın o biri tayı ilə çəkilibdir. Və orada işləyən traktorun şəklini çəkib paylaşırlar ki, güya Aran bələdiyyə tərəfindən burada yəni təmizlik iş aparılıb, abadlıq iş aparılıb. Kim hər hansı bir yeyinti ilə məşğuldur, Allah canı sağ eləsin, özü bilər. Ancaq məzarlığın adı ilə istifadə etmək və pul yemək mi deyək, nə isə mənimsəmək mi deyək, son məzarlığın adından da istifadə edilir. Yəni, belə şeylərə yol verilir. Xahiş edirəm, belə şeylər, belə böhtanlar işıqlandırılsın. Azərbaycan xalqı bunu görməlidir ki, ümumiyyətcə bütün kənd bələdiyyələrinə aiddir belə işlər. Yəni, 5-3 qəpik qatlamaq üçün məzarlıq, qəbirstanlıq adı ilə, abadlıq adı ilə nəysə mənimsəmək lazım deyil. Mən belə düşünürəm bir Azərbaycan vətəndaşı kimi. Yəni, burada mənim heç bir nə xeyrim yoxdur, nə umacağım. Sadəcə mən bir Azərbaycan vətəndaşı olaraq özümə sığışdırmıram ki, bizim məzarlıqlarımız adı ilə belə yalanlar danışırılsın, quraşdırılsın. Hörmətlə Azərbaycan Respublikası Mərkəzi Aran Regional Yevlax Təşkilatının üzvü M. B. Bayramı.